Tanıdınız da bunu. Əladı Gözəlov. Şəhid atasıyam deyir. İnsanları şəhid atası statusundan istifadə edib, etibarından istifadə edir, sui-istifadə edir. Və adlarına kredit götürür. Sonra da krediti ödəmir. Yadınızdadır da bir nəfər oğlunun qəbrinə də gedib oğluna daha doğrusu atadan şikayət edirdi. Dəminə baxın. Həli gəlmişəm səndən oğluma şikayət eləyəm. Bəlkə vicdanın yol verməyək. Bax, bu şəhidimin, oğlumun, rəhmətliyin qəbri üstündə sənə and verirəm, məni incitmə. Mənim balalarım acıdır, mənim ailəm acıdır, mənə böyük problem yaradır. Sonra da pulun yiyəsi gəlir bununla görüşə. Pulun yiyəsinə deyir ki, mən sənə dəqiq vaxt deyəmirəm, qoy görüm növbəti qurbanı nə vaxt tapıram. Gəlsin görüm adına nə var bunun. Ondan sonra sənə vaxt deyim. Aya bax. Bu boyda kişiliği edirəm. Mən sənin qabağında günahkaram, mən boynuma alıram onu. Səhvim də var. Sənin kreditun yubanmamalıydı. Amma mən elə çıxılmaz vəziyyətdə qaldım ki, mən heç nə edə bilmədim. Mən bu şeyləri sənə biri sən niyə eləyirəm bu yaxşılıqları Əli? Biri sən niyə eləyirəm? Sənin bir dənə o şəhid balan var ha. Bax bir dənə onun hörmətini eləyirəm mən sənə. Sənin özünə görə yox. Yox, mən bildim, ay var. Məndən də sənə pislik dəyməyib. Pislik eləyirsən də Əli mənə. Nə? Keçən dəfə məni belə bir infakt elədin 4 ay, 5 ay. Bu dəfə də bax başlamısan o şey Əli. Ay, başlamamışam, deyirəm sadəcə günün deyə bilmərəm. Qoy bu bir gəlsin, baxın bunun adında Bəs nə var? keçən ay mənə niyə demədin ki, günün deyə bilmirəm. Mən də arxayın olmazdım sənə Əli. Sən inan. Ay Allah, sənə qurban olum. Sənə and verirəm bu ayın hörmətinə. Mən bir dənə bu adamdan sağ-salamat tutarım. Ondan Sən vallahi tutaracaqsan. Kapitaldır bağlanacaq. Prosta mən sənə deyə bilmərəm, səhər ya bilsin, qoy gəl. Əli, sən elə eləyəcəm ki, ölkədə heç kim sənə inanmayacaq. Dünən mənə zəng deyib deyirdin, oğlanlıq belə gəldi, kişilik belə getdi. Söyüb sonra da attın mən bloka. Telefonuma cavab vermədin. Söyüşləri onsuz da birbaşa sənin nəslindəki bütün kişilərə şamil edirəm. Mənə söydüklərimi. Yəni, ölü diri fərqi yoxdur, hamısına aiddir mənə nə söymüsənsə. Özünə geçsin birbaşa. Sən və sənin kimilər övladının statusundan istifadə edib, şəhid atasıyam deyib, cəmaatın qanını içə bilməz. İmkan vermərəm. Tanıyın və maksimum bəyənib paylaşın ki,